Salam dəyərli izləyicilər, növbəti bir xəritə sxemi sizə təqdim edirik. Kür çayının şimal-şərq hissəsində yerləşən ərazinin Şirvanşahlar dövləti, burada yazırıq Şirvanşahlar dövləti ərazisi. İkinci, bu hissədə isə deməli Şəddadilər oldu. Bu hissə isə Rəvvadi dövlətinin ərazisidir. 10-cu əsrin 3-cü rübündə yaranmışdır. Məsələn, 50-75-ci illərdə Şəddadilər dövlətidir. Bu, deməli, bir var. Məziyyədlilər sülaləsi tərəfindən idarə olunan Şirvanşahlar dövlətidir. Eyni zamanda buna aid olan xüsusiyyətlər var. Deməli, 1-2 ola bilməz. Samani dövləti ilə mübarizə aparmışdır. Bu, ümumi Azərbaycan torpaqlarını əhatə edən, deyək ki, Sacilər dövlətinə aiddir. Rey şəhərinin ələ keçirilməsi də eyni zamanda Sacilər dövlətinə aiddir. Dəbili ələ keçirmişdir. Bunu Şəddadilər dövlətinə aid etmək olar. Paytaxtı Təbriz olan isə Rəvvadilər dövləti var. Deməli, bu ikisi ola bilməz. Doğru cavabımız 3 ilə 4 qalır. Bu da A variantında göstərilib.